Salam dostlar. Bu dərsimizdə baxın adını yazıram bura və lookup funksiyasından istifadə edəcəyik. İlk öncə onu deyim ki, burada var imiş və lookup, ona görə qəbul eləmədi və gəlin burada izah edeyim. Və lookup funksiyası formula hissəsində lookup and reference qrupuna aid olan bir funksiyadır. Baxın burada var. Və lookup bir dəqiqə tapaq. Aha, və lookup. Məqsəd nədir? Bunu tezliklə izah eləməyə. Mən dediyim kimi bu qrupların hər birini bir-bir izah edəcəm və VLOOKUP-ı da həmçinin. Amma indindən bunu izah eləməyəmə səbəbi odur ki, biz indən belə baza yaradarkən, verilənlərdən istifadə edərkən bu funksiyadan daha çox istifadə edəcəyik və istəyirəm ki, bu funksiyanı da indidən bəri başdan bilmiş olasınız. Baxın, VLOOKUP funksiyası nə üçün istifadə olunur? O haqda danışaq. Deyək ki, bizim aylarımızın adları verilib, ayların adını yazdım, tutam aşağı doğru çəkəm. Baxın, home'da gəldim, field series, liner olacaq, bir artacaq, okey tıkladım, bax, bir artdı. Aylarının indeksləri var, yəni birinci ay, ikinci ay, üçüncü ay və sözlə onların ifadəsi var. Yanvar, tutub aşağı doğru çəkərəmsə, dekabr. Siz əgər yanvar yazıb aşağı doğru çəkəndə alınmadısa, əvvəlki dərslərimizdə custom list adında bir dərsimiz var, fərdi siyahıların hazırlanması. O dərsə baxın, bu necə hazırlanır, oradan görə bilərsiniz. Deyək ki, baxın, index name. Deməli, bizim aylarımızın indeksi var, adı var. Bizə nə lazımdır? Bizə lazımdır ki, istifadəçi başqa bir yerdə. Baxın burada. Bu səndən kopya verin bura. Aha. Bura 5 yazarsa, may ayı olduğunu buraya yazmış olsun. Və ya 6 yazsa iyun yazsın, 8 yazsa avqust yazsın və s. Deməli, nə etməlidir? Bu rəqəmi, yazdığımız ədədi, dəyəri burada axtarmalıdır. Hansını uyğun gəlirsə, onun qarşındakı məlumatı bizə gətirməlidir. Baxın, onun üçün yazırıq bərabərdir və lookup. Təbit qılayam axıra kimi oxuyur və F2-ə daxil olun. Baxın, VLOOKUP bizdən 4 parametr istəyir. Birinci parametr lookup value'dur. Bu nədir? Bu bizim axtardığımız dəyərdir. Biz nəyi axtarırıq? İndeksi axtarırıq, yəni bura yazılan ədədi axtarırıq. Hansı cədvəldə axtarırıq? Baxın, bütövlükdə bu cədvəldə axtarıram mən. Bu cədvəldə hansı məlumat bizə lazımdır? Yəni, hansı sütunda olan məlumat bizə lazımdır? Bizə, əlbəttə ki, ikinci sütunda. Yəni, bura birinci hesab edilir, bura isə ikinci hesab edilir. Yəni, ikinci sütun. Baxın, bura sütunun indeksini yazacaq ki, bizə lazımdır ikinci sütundakı məlumatları gətirsin. Range lookup hissəsinə 0 yazırıq. Bu nə deməkdir? Bu o deməkdir ki, əgər bu 5 rəqəmini bu bazada tapdınsa, onun məlumatını gətir. Yəni, ümumi məhz 5 ədədin özünü gətirməlidir. Yox, əgər 5-i tapmadısa, bizə ENA value'su qaytaracaq. Yəni, not available. Baxın, OK tıklayıram. 5 yazdım may, 8 yazdım avqust. 12 yazaramsa dekabr. Amma, məsələn, 15 yazsam, ENA errorun, xətasını ekrana gətirəcək. Bu, not available. Yəni, əlçatan deyil, errorudur. Deməli, biz lookup'da nəyi öyrəndik? Baxın, yenə təkrar edirəm. Birinci gəlir lookup value, hansı dəyəri axtarırıqsa odur, 15-i axtarırıq, harada axtarırıq? A və B sütunlarını, yəni bu cədvəldə axtarırıq, düzdürmü? A1-dən B13-ə qədər axtarırıq və bizə lazımdır ikinci cədvəldəki məlumatları gətirsin. Ona görə bu 2 yazdıq. 0-dan ona görə yazdıq ki, bizim məhz axtardığımız dəyər tapılarsa onun qarşısındakı rəqəmi məlumatı gətirəcək. Yox, tapılmazsa ENA errorun ekrana çıxaracaqdır, xanaya çıxaracaqdır. Deməli, biz lookup funksiyasının birinci hissəsini izah etmiş olduq. Növbəti dərsimizdə isə, baxın, bura hansı hallarda 1 yazılır, o hissəsini izah edəcəyəm. Hər birinizə uğurlar.